Bəzən neymət əlimizdəykən biz onun vaxtında qədrini bilmirik. Görsən, ata-ana bir neymətdir. Sağ ikən o qədər diqqət eləmir. Amma görsən 40-ına qədər qəmli status paylaşır, ağlamalı, elə atıya aid olan şeirdən, nələr. Sağlığında bir dəfə atıya can demir. Amma öləndən sonra, dünyasını dəyişəndən sonra ata axtarışına çıxır. Ona görə neymət əlimizdəykən bu məclislər neymətdir. Bəzən qədrin bilməsək Allah əlimizdən alar. Onda gec olar. Nə qədər əlimizdədir, ömrümüzü dəyərli, qiymətli məclislərlə də zinətləndirək. Əslində, insan olduğu yeri şərəfləndirir. İnsan özü dəyərli varlıq olduğuna görə olduğu yeri zinətləndirir. Buna bariz nümunə elə İmam Hüseyin əleyhissalamın məzar-ı şərifi. İmam Hüseyin əleyhissalam Kərbəlaya gələndə boş səhra idi. Amma Həzrətin qəbri şərifinin orada olmasıyla, məzar-ı şərifinin orada olmasıyla yüzlər, minlər, 10 minlər, milyonlar insanlar o yerə üz tutur, ora istiqamət alır. Bu onu göstərir ki, oranı zinətləndirən insan faktorudur. Amma bu məclislər elə bir məclisdir ki, əslində biz bu məclislərdə iştirak etməklə özümüz zinət tapırıq.